Rusiya-Ukrayna müharibəsində də son dərəcə maraqlı hadisələr baş verir və gün-gündən artıq bugünə qədər, yəni son günlər Ukrayna Rusiyadan 330 kvadrat kilometr ərazini və 16 yaşayış məntəqəsini azad eləyib. Təsəvvür edirsiniz, yəni son günlər Rusiya ordusunda çox böyük, yəni sarsıntılar yaşanır. Bunlar Pokrovsk və Kupyansk istiqamətində özlərini çox rahat hiss edirdilər. Artıq o istiqamətdə də bunların hücumları boğulub, yəni dayanıb. Logistikaları darmadağın edilib və bugün deməli səhər saatlarında Krasnodar vilayətində ən böyük neft emalı zavodlarının birinin deməli vurulması, yəni bundan əvvəl vurulmuşdu ötən günlərdə. O necə deyirlər, yerdə qalanı da desən bu günləri rahatlanıb. Yəni onları uzun müddətə sıradan çıxarılır. Bir sözlə, yəni o qədər hadisələr var, o qədər yəni önəmli məqamlar var. Mənə elə gəlir ki, siz də indi qeyd elədiniz, Trump'ın birdən-birə bu cür açıqlamalar verməsi, dünənə qədər Ukraynanın şanssız olduğunu deyən bir adam, dünyanın bir nömrəli ölkəsinin rəsmisi artıq deyir ki, Ukrayna Avropa İttifaqının köməkliyi ilə həm işğal altında olan əraziləri geri qaytara bilər, həm də irəli gedə bilər. Bu həmin Trump'dır ki, ötən həftələrdə nə bilim sizin kartınız yoxdur, sizin benzininiz yoxdur, siz ümidsizsiniz, siz şanssızsınız deyirdi. Amma indi isə biz görürük ki, həmin o Trump tamam əks necə deyirlər fikirlər səsləndirir və bu da hamını çaşqın vəziyyətə salıb, Sevinç xanım. Siz, mən, deməli dünyanın aparıcı təhlil mərkəzləri deyir ki, görəsən bu adam nə yedi, nə içdi, nə baş verdi. İndi baxıram, görürəm artıq gəlib Bakıda məskunlaşan Sergey Markov da, bilirsiniz, Markov inoagent adlandırılandan sonra ona Azərbaycan hökuməti şərait yaratdı, Azərbaycana gəldi. Görürəm Markov bu günləri bir deməli yazı paylaşıb. Deyir ki, Zelenski növbəti dəfə fikir verin, hələ Bakıda otura-otura yenə də yəni dilin dinc qoymur ki, Zelenski növbəti dəfə Trump'ı yəni aldatmağı bacardı, Trump'a bəzi fikirləri səsləndirdi. Nə bilim, Trump ona görə fikrini dəyişib. Trump indi deyir ki, yox, Ukrayna qələbə qazanacaq, hələ biraz da nə bilim irəli gedəcək. Adamı deyirlər ki, o yerdə də. Orada Karotsenko, deməli, Kalabyovun, Səbiyevanın kanallarını dağıdır. Ağzını açan ki, o əcdahanın ağzından filmlərdə gördüyümüz o alot bilən kimi Karotsenko dağıdır orada. İndi də bugün görürəm, xeyli vaxt dedi, vəziyyəti kötü olan Markovdan bir Bakıdan bu açıqlamamı verib ki, Zelenski deməli Trump'ı inandıra bilib ki, bəs Rusiya zəifdir, amma əslində qalsa Rusiya zəif deyil. Yəni Rusiya hələ iqtisadiyyatı bir müddətlə müharibə aparmaq